Bu da yeşik. Yeşiğin yan taxtası, yan taxtası. Başdan çöldən çölə. O kaneste oradan düz abra kimi. 53'dür, 52, 8, 7 milli həblə. Oldu. Qabaq tərəfi. Qabaq tərəfi. 45 rovnu 45 santtır. Hündürü. Bu indi korpusdur. Korpus olmağına görə də 26 santtır, 25 sant. 8 milli, yani 26 santimetre hündürlüğüydü bu. Korpusun hündürlüğü. Ya korpusta içinde burada içerisi. Burada rampa oturan yeri. Ben rampa oturan yere oraya 2 sant 2 milli oldu. O altında da yaha yeri. Altına yaha yeri. 1 sant 2 millimetre olur. Yaha yeri yani ki burası 1 sant 2 millimetre burada ama burada 1 sant burada 1 sant yaha yeri. Oturan yeri. 1 sant 4 millimetre. Oturmağa göre. Ki rahat otursun. Burası da böyle gene. Burada 1 sant 4 millidir. Burada 1 sant 8 milli olur. Burada da 1 sant 2 milli. Öyle. O ölçüde. Bildin? Daha bunun üstünde de ayrı 4 tane el tutan yeri var. Onu vursan ve salon. Yani bu ölçüde. Bu da bu. Keçdiyində altlığına. Altlığında da altlıqda düzəldirsən o altlığı da orada xətt bilinir bax. O altlıqda orada alt deşiyində açmağa yer var. Deşiyi açırsan. Hündürlüyü 6 santimetr. O da bu korpus sonra otursun diye rahat olsun diye 44 8 millimetrdir. 44 8 millimetr qabaq tərəfidir. O altlığı. Burada ama burada. Çöldən çölə. Burada. Onu da eləysən 52 8 millimetr. Daha rovna 52 eləmirsən. 52 8 2 milli dar olsun ki sən şey koyanda, magazini koyanda rahat otursun. Kemer koysan, ne koysan rahat oturur da. En kanısı axırdı da ora. Bu da bu. Ya taxtanın da qalınlığı 3 sant 7 millimetr yaxud da 6 millimetr olanda bəs o. Bunlar artıq əksik olanda düzgün gəlmir. Gələ də deyirəm, yeşiyi yığanda çölünü ölçürsən. 53'ün 45'e, 52 8'de yığadıysa 52 9 millimetre olar şey verir, imkan verir ya. Ama 53 45 olanda rovlu qəşəng olur. Bildin? Yani 2 millimetre daralda bilirsən. Yığanda təzə başlayırsansa, təzə eləyirsənsə standart hamısını ölçüsünü bilmək istəyirsən. Bu da mənim bal süzənimdir. Söhmüşəm. İyiləşdir.